Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar, gözəl insanlar. Deməli, baxıram ki, ləkələr haqqında suallar verirsiniz. Sizə daha bir qəşəng bir gündəlik istifadə eləyə biləcəyiniz, rahat, asan alına bilən, ucuz alına bilən daha bir resept deyirəm. Kimin ki üzərində hamiləlik ləkələri varsa, kimin üzündə gün ləkələri varsa, aknelər varsa, çillər tünd rəng, yayda çillər tündləşir, onu ağartmaq istəyirsinizsə, ağardıcı təsir göstərəcək sizə. Deməli, və də əsasda dostlar, daha doğrusu üzünüzün dərisində düşən ləkələr. Məsələn, elə ləkələr var ki, qaraciyərdən gələn ləkələrdir, daxildən gələn ləkələrdir. Bunun üçün ayrı sizə video hazırlamışam, daxilə içmə. Bunu edəcəksiniz 15 gün, cəfəri ilə limonu edəcəksiniz. O çox gözəl üzdəki öd ləkələrini, qaraciyər ləkələrini, mədə bağırsaq ləkələrini çox qəşəng təmizləyir. Amma kimin ki üzdən günəşdən düşür, sızaqların ləkəsi qalıb, sizə əziyyət verir, sizə kompleks yaradır. O zaman kompleksdən çıxın. Sizə çox qəşəng daha bir resept deyirəm. Bildiyiniz C vitamini, askorbinova kislota. Yəni alırsınız, hər axşam 1 ay edəcəksiniz. Deməli, bir ədəd alır, bir ampula, hər gün bir ampula. 1 ay edəcəksiniz bunu. C vitaminidir, görürsünüz, adi satışdakı C vitamini. Bir ampulanı qırırsınız başın, çəkirsiniz üzünüzə. Yaxşı olar ki, bundan öncəki ləkə haqqındakı videoda da bu maskanı da yaxşı olar ki, peeling olunmuş dəriyə edəsiniz, yəni təmiz dəri olsun. Bunu da çəkirsiniz üzünüzə hər axşam. Bir 10 dəqiqə durandan sonra bildiyimiz ayevit yağı, bax ayevit. Ya istəsəniz Y vitamini ayrı kapsulada eləyə bilərsiniz, götürə bilərsiniz. Ya da A vitamini ayrı kapsulada da götürə bilərsiniz, ayrı-ayrılıqda da götürə bilərsiniz. Ya da ki, belə aptekdən ayevit yağı alırsınız. Bax, bir balaca, bir də sink mazı. Bir balaca sink mazından götürürsünüz, ovucunuzun içinə qoyursunuz və bu sink mazının üzərinə bir ədəd bu ayevit yağından iynənin ucunu batırsınız, sıxırsınız və qarışdırırsınız, həmin askorbinova kislotadan sonra üzünüzə çəkirsiniz. Yox, əgər mağazadan, aptekdən daha doğrusu A vitamini kapsulanı ayrı almışsınız, Y vitamini kapsulanı ayrı almışsınızsa, o zaman həmin hərəsindən bir kapsula götürüb ovucunuzun içinə, sink mazına qatıb üzünüzə çəkəcəksiniz. Bunu 1 ay edin. 1 ay hər axşam edəcəksiniz. Ondan sonra da məni yazın, görün, üzünüzün ləkələri necədir. Mənə deyirsiniz ki, sizin üzünüzdə ləkə yoxdur, tərtəmizdir. Bax, bunlarla təmizləmişəm. Buyurun, siz də istifadə edin. Sağ olun, salamat qalın.